Rəssamlıq və dizayn bir-birindən ayrı olan bir sahələrdir. Rəssamlıq özü sırf sənətə aid olan bir şeydir. Dizayn isə marketinqin bir qoludur. Bir dizaynerin rəssamlıq bacarığının olması onun üçün üstünlükdür. Bu zaman müştəri ilə işləyən zaman öz fikrini müştəriyə skeç vasitəsilə çatdırmaq üçün daha asan bir yol tutur. Əgər dizayner bir rəssamlıq bacarığı varsa, öz bacarığını kitab dizaynında, rəssam dizaynında illüstrasiya yolu ilə inkişaf elətdirə bilər və bir illüstratora çevrilə bilər. Bu zaman digital rəssamlıq daha çox bu sahəyə yönəlir, həmən rəssamlar. İllüstrasiya rəssamlığın dizayna inteqrasiyasıdır. Yəni bir qrafik yolu ilə bir rəssamın dizayna inteqrasiyası kimidir və bu günlərdə çox tələbat var bu işə. Dizayn rəssam kimi deyil. Yəni rəssam işləyir, işini satır, pul qazanır. O işin alsalar da o qanedir, almasalar da qanedir. Amma dizayn da elə deyil. Dizayn tələb əsasında işləyir öz işini və pulunu da ona görə çıxardır. Düzdür, dizayner var ki, öz yaradıcılıq üçün, öz portfolyosu üçün nələrsə eləyir. Bunun nəticəsində o pul qazanmaz, kommersiya məqsədi güdür ki, oradan pul qazanacam nə varsa. Yəni sırf müştəri olmadan dizayner ola bilərmi? Belə deyim, açıq qalan bir sualdır. Bir dizaynerin rəssamlıq bacarığı varsa, yəni bunu daha çox inkişaf elətdirsə, daha yaxşı illüstrator olar, nəinki qrafik dizayn. Amma rəssamlıq bacarığı bu bir logo dizaynında, interyer və eksteryer dizaynlarında daha çox tələb olunan bir sənətdir. Dizayna başlayanda bu sahə o qədər də inkişaf eləməmişdi, o qədər də əlçatan deyildi bu sahəni öyrənmək. O zaman Photoshopla görülən işlər daha çox internetdə var idi və bunlara çox marağım var idi ki, bunlar necə yaranır, necə olur və başladım yavaş-yavaş özümdən öyrənməyə. Uzun müddət mən özüm işlədim, öz öyrəndiklərim üzərində işlədim. Sonra bunun üçün bir akademik bir kursa yazıldım və bu bilikləri daha dərindən öyrəndim. Bunun üçün daha baxdım ki, dünyada daha peşəkarcasına yanaşmalar var, psixoloji yanaşmalar var. Proqramlar bilikləri fərqli-fərqlidir, proqram yönləri istifadəsi fərqli-fərqlidir və daha geniş bir üfüq açılandan sonra daha çox həvəsim artdı bu sahəyə. Bu əsasən dizaynerin işi əsasən müştəri ilə əlaqəli bir işdir də. Yəni müştəridən brifi alır və dizaynı onun üzərindən işləyir. Bu çatışmamazlığı ən çox müştərilərdə görünür. Yəni tələb təklif məsələsində müştəri nə tələb edirsə səndən, siz də onu təklif edirsiniz ona. Yəni nə qədər brif zəngin olarsa, dizaynerin ona verəcəyi iş daha zəngin olur və bir də büdcə məsələsidir ki, müştərilər bəzən dizayn tərəfinə çox bəsit yanaşırlar və buna maliyyə ayırmırlar bu sahəyə. Bir proyektə ayrılan büdcə nə qədər dərin, nə qədər genişdirsə, dizaynerin də ona veriləcəyi iş o qədər geniş olur, o qədər qapsamlı olur və o yaratdığı dizayn bazarda yaxşı işləyir. Az maliyyətli bir dizaynla bazarda bir müştəri o qədər də rəqabətdə uğur gətirə bilmir. Mən çalışıram ki, kəmiyyət, keyfiyyət bərabər olsun. Yəni bir dizayner bir müştəriyə iş verirsə, bu onun adına çıxan bir işdir. Yəni bu razılığa əvvəldən razılaşmalıdır. Əgər maliyyəsi onu qane eləyirsə, o işi götürməlidir və müştərinin tələbindən daha çox dizayn tərəfi ağır basmalıdır işin və dizayner çalışmalıdır ki, müştərinin istəklərini aşsın. Bu zaman sən müştəriyə təqdim edəcəyin bir iş onun xoşuna gələrsə, sən müştəri ilə razı olacaqsan və sən elə bil ki, müştəridən 1-0 qabaqda olacaqsan, belə deyim. Dizayner brief əsasında işləyir, ona gələn brifi incələyir və orada artıq onun işi götürəcəyi yoxsa götürməyəcəyinə bağlı qərar verməlidir. Və büdcə təyin olunur. Bu zaman büdcə dizayner qane eləyirsə, o işə başlayır. Dizayn işinin demək olar ki, 3/2 hissəsi bir dizaynerin araşdırmasına getməlidir və yerdə qalan bir hissəsi bunun texniki işidir və texniki tərəfdən dizaynı hazırlayıb təhvil verməlidir. Bu araşdırma içərisində onun yaradıcılığı da var. O yaradıcılığını işləyəcək ki, necə bir şey istəyir müştəri, o yaradıcılığının əsasında müştərinin təklifinə, müştərinin istəyinə, belə deyim də, təklif verəcək. Bu zamanda düşünürəm ki, müştəri və dizayner razılığı meydana gələcək.
Dizayn sahəsi bugün o qədər inkişaf eləyib ki, və bu inkişafın nəticəsində dizaynlar artıq sahələrə bölünüb. Məsələn, qrafik dizaynın sahəsinin içərisinə print dizaynı daxildir, veb-sayt dizaynı daxildir, interior, eksteryer. Yəni qrafik dizayn götürəndə termin olaraq kapsamlı götürülür, daha geniş götürülür. Amma sahələrə baxanda isə hamısı bir-birindən fərqli sahələrdir. Mən print dizayneriyəm. Print dizaynında elə sahələr var ki, bir-birinin içindədir, amma tamam ayrıca bir sahədir. Məsəl üçün, şrift dizayneri bir print dizaynerinin daxilində olan bir şeydir, amma ayrıca bir sahədir bugün dünyada. Print dizaynı adətən belə deyim, poster, afişa, gördüyümüz 2D statik reklamların, kitab və jurnal dizaynlarının təmin edən bir sahədir. Mən artıq 3 ilə yaxındır ki, süni zəkadan yaxından istifadə edirəm. Demək olar ki, hər bir işimdə süni zəkadan istifadə olunur. Mən düşünməzdim ki, süni zəka dizaynerin sonunu gətirəcək. Bu bir bəsit düşüncədir. Necə ki, bir Photoshop dizayner üçün bir alətdirsə, süni zəka da o zaman dizayner üçün bir alətdir. Süni zəkadan ondan yaxşı istifadə edə bilməyənlər, ondan daha çox günümüzdə ondan ayaqlaşa bilməyənlər işlərini itirəcəklər, ondan məhrum qalacaqlar. Amma bir dizayner nə qədər çox işində süni zəkadan istifadə edirsə, o onun üçün bir daha asan bir assistantdır, asan bir köməkçidir. Bundan istifadə edə bilirsə nə gözəl. Məncə düşünməzdim bu onun sonunu gətirər, nəinki onu inkişaf elətdirir. Başqa ölkələrlə müqayisə edəndə qismən daldayıq, amma bu günlər elə bir uğurlarımız var ki, o bizə belə ümid verir ki, dizayn növbəti 10 ildə daha yaxşı inkişaf eləyəcək, daha yaxşı dünyaya yayılacaq. Yəni bu günləri ölkədə keçirilən dizayn yarışmaları olsun, istər xaricdə keçirilən dizayn yarışmalarında Azərbaycan dizaynerlərinin jüri kimi hətta iştirak eləmələri bu Azərbaycan dizaynına böyük bir uğurdur. 5 il bundan qabaq belə deyim də bir stok saytlara Azərbaycan yazırdınsa, Qarabağ yazırdınsa, orada Ermənistana aid şeylər çıxırdı. Amma bu günləri Qarabağ yazanda çox şükür ki, Azərbaycana aid daha çox materiallar çıxır. Bu da yeni dizaynerlərin stoklara işlənməsində, öz üzərində işlənməsindən nəticəsidir. Yeni kurslar bir-birlərinə rəqabət aparır deyə Azərbaycanda gənc nəsil dizayn daha çox alır. Bu da növbəti 5 il üçün onların təcrübəsinin üzərində təcrübə gələndə daha böyük bir inkişaf deməkdir. Rəng məsələsi dizaynda individual bir şeydir. Yəni bir sifariş sənə elə bir sifariş gələr ki, sən orada məcbursan ki, xüsusi kriteriyalardan istifadə edib, o rənglərdən istifadə edəsən. Misal üçün bir tibb sahəsi ilə bağlı sənə bir loqo gəlibsə, sən ora bir qırmızı rəngdə bir şey qoya bilməzsən, çünki bu tiblə qırmızı rəng bir-birinə qarşı bir şeydir də. O zaman burada işləməz bu rəng. Amma elə bir yerdə elə bir rəng lazım gəlir ki, sən məcbursan o rəngi eləyəsən. Belə də psixoloji tərəfləri var ki, rənglərin. Dizayner bunu bilməlidir və buna görə davranmalıdır. Bugünün gənc nəsli ilə mən biraz işləmişəm bu sahədə. Gənc nəsil daha çox, belə deyim də, ifadə nə qədər doğrudursa, yola verməyə çalışır, yəni üstündən keçməyə çalışır. Bu da məlumdur, onların sürəti ilə əlaqəli bir şeydir, düşünmə sürəti ilə əlaqəlidir. Amma yaxşı olar ki, gənc nəsil biraz daha çox oturmağı, araşdırmağı, bu sahə üzərində fikirləşməyi, oxumağı hətta deyərdim ki, daha çox artırsınlar. Əgər bu olarsa, təbii ki, gələcəyimiz gənc nəsillərindədir. Bu dizayn sahəsində də böyük bir uğura gətirib çıxaracaq. Yox, əgər gənc nəsil bugünkü kimi üstdən gələcəksə, hər şeyi əl üstə alacaqsa, düşünmürəm ki, gələcəkdə böyük bir hadisə baş versin dizayn sahəsində. Bugün Azərbaycan dilində yazılan dizayn kitabları var ki, ən çox da Rizvan Bağırlı'nın tədris yönündə yazdığı dizayn kitablarıdır ki, mən onlara məsləhət görərdim ki, bugün bilməyən dizaynerlər o kitabları oxusunlar. Bu onların işlərini həm irəli aparacaq, həm texniki tərəfdən, həm də yaradıcılıq tərəfindən bu kitablar önəmlidir. Həmçinin türk dilində olan ədəbiyyatlar var ki, çox literatur yayınlarının kitablarıdır. Bunları set şəklindədir. Bunlardan da oxusalar biliklərini artırmış olurlar. Həmçinin rus və ingilis dilində də kitablar var. Bunu da sörk eləmə, dizayn haqqında kitablar haqqında sörk eləməklə bunu əldə edə bilərlər hansı kitablardır.